Qaçaq Kərəm haqqında ümumi məlumat. Qaçaq Kərəm, Azərbaycan xalqının azadlıq uğrunda mübarizə aparmış, igidliyi, cəsarəti və ədalətsevərliyi ilə yadda qalmış tarixi şəxsiyyətlərindən biridir. O, çox əsrdə yaşamış və xalqın hüquqlarını müdafiə edən qaçaq hərəkatının tanınmış nümayəndələrindən olmuşdur. Qaçaq Kərəmin adı illər keçsə də unudulmamış, xalq arasında dastanlara, rəvayətlərə, el nəğmələrinə və xatirələrə çevrilmişdir. Azərbaycan tarixində qaçaqçılıq yalnız qanundan yayınmaq mənasını daşımamışdır. Bir çox hallarda qaçaqlar dövrün zülmünə, haqsız vergilərə, məmur özbaşınalığına və varlı mülkədarların təzyiqlərinə qarşı çıxan insanlar olmuşlar. Onlar sadə kəndlilərin, kasıb ailələrin və hüquqları pozulan insanların müdafiəsinə qalxır, haqsızlıq edənlərə qarşı mübarizə aparırdılar. Bu baxımdan Qaçaq Kərəm də xalq tərəfindən cinayətkar deyil, mərd və ədalətli bir insan kimi qəbul edilmişdir. Qaçaq Kərəmin həyatı haqqında müxtəlif mənbələrdə fərqli məlumatlar vardır. Bunun əsas səbəbi onun haqqında yazılı sənədlərin az olmasıdır. Onun fəaliyyəti daha çox xalq yaddaşında, şifahi ədəbiyyatda, rəvayətlərdə və aşıq yaradıcılığında qorunub saxlanılmışdır. Buna görə də Qaçaq Kərəmin həyatı həm tarixi faktlar, həm də xalq təxəyyülünün yaratdığı motivlərlə zəngindir. Qaçaq Kərəm cəsarəti, sözünün üstündə duran xarakteri, dostlarına sədaqəti və düşmən qarşısında qorxmaması ilə seçilmişdir. O, zəifləri qorumağı, haqsızlığa qarşı çıxmağı özünün mənəvi borcu hesab etmişdir. Xalq arasında onun haqqında danışılan rəvayətlərdə bu xüsusiyyətlər xüsusilə vurğulanır. Qaçaq Kərəmin fəaliyyəti yalnız silahlı mübarizə ilə məhdudlaşmamışdır. O, xalqın mənəvi dünyasında azadlıq, mərdlik və vicdan rəmzinə çevrilmişdir. Buna görə də onun adı Azərbaycan folklorunda digər məşhur qaçaqların adları ilə yanaşı hörmətlə çəkilir. Aşıqlar onun igidliyini tərənnüm etmiş, el şairləri onun haqqında şeirlər qoşmuş, yaşlı nəsil isə xatirələrini gənclərə ötürmüşdür. Qaçaq Kərəm haqqında yaranmış rəvayət və dastanlarda onun düşmən qarşısında qorxmayan, dostunu darda qoymayan, kasıbın haqqını müdafiə edən, mərd və namuslu bir insan olduğu təsvir edilir. Bu xüsusiyyətlər Azərbaycan xalqının ideal qəhrəman obrazı haqqında təsəvvürləri ilə üst-üstə düşür. Elə buna görə də Qaçaq Kərəm təkcə tarixi şəxsiyyət kimi deyil, həm də xalq qəhrəmanı kimi tanınmışdır. Bu gün Qaçaq Kərəm haqqında aparılan araşdırmalar onun həyatını, mübarizəsini və xalq yaddaşındakı yerini daha dərindən öyrənməyə imkan verir. Tarixçilər, folklorşünaslar və ədəbiyyatşünaslar onun irsini araşdıraraq Azərbaycan tarixində və milli mənəvi dəyərlərin formalaşmasında oynadığı rolu müəyyən etməyə çalışırlar. Qaçaq Kərəm Azərbaycan xalqının azadlıq ruhunu, ədalət duyğusunu və mübarizlik ənənələrini özündə yaşadan tarixi simalardan biridir. Onun haqqında söylənilən rəvayətlər, yazılan əsərlər və aparılan tədqiqatlar göstərir ki, Qaçaq Kərəmin xatirəsi xalqın yaddaşında bu gün də yaşayır və gələcək nəsillərə ötürülməkdə davam edir. Qaçaq Kərəmin həyatı və mənşəyi. Qaçaq Kərəm Oxun əsrdə Azərbaycan ərazisində yaşamış və xalq arasında böyük nüfuz qazanmış tarixi şəxsiyyətlərdən biri olmuşdur. Onun həyatı haqqında dövrümüzə gəlib çatan məlumatlar əsasən şifahi xalq yaradıcılığına, arxiv sənədlərinə və sonraki dövrlərdə aparılmış elmi araşdırmalara əsaslanır. Yazılı mənbələrin azlığı səbəbindən onun bioqrafiyasının bəzi məqamları haqqında müxtəlif fikirlər mövcuddur. Bununla belə, bütün mənbələrdə Qaçaq Kərəmin mərd, cəsur və haqsızlığa qarşı barışmaz bir insan olduğu vurğulanır. Qaçaq Kərəm sadə bir ailədə dünyaya göz açmışdır. Uşaqlıq illərindən zəhmətə alışmış, kənd həyatının çətinliklərini yaxından görmüşdür. O dövrdə Azərbaycan kəndlərində yaşayan əhali ağır vergilər, torpaq sahiblərinin özbaşınalığı və çar məmurlarının təzyiqləri ilə üzləşirdi. Belə bir mühitdə böyüyən Kərəm xalqın ağrı acısını erkən yaşlarından hiss etmiş, ədalətsizliyə qarşı nifrət ruhunda formalaşmışdır. Onun ailəsi namuslu, zəhmətsevər və el-obada hörmət qazanan ailələrdən biri hesab olunurdu. Valideynləri övladlarının doğruçu, mərd və vicdanlı böyüməsinə xüsusi diqqət yetirmişdilər.
Xalq arasında yayılan rəvayətlərdə qeyd olunur ki, Kərəm uşaqlıqdan doğruluğa üstünlük verər, zəiflərə kömək edər və haqsızlığa dözməzdi. Bu xüsusiyyətlər sonralar onun həyat yolunun müəyyənləşməsində mühüm rol oynamışdır. Kərəm yeniyetməlik dövründə fiziki cəhətdən güclü, çevik və qorxmaz bir gənc kimi tanınmağa başlamışdı. At sürmək, silah işlətmək, dağ yollarını tanımaq və çətin şəraitdə yaşamaq kimi bacarıqlara erkən yaşlarında yiyələnmişdi. Bu keyfiyyətlər sonralar onun qaçaq həyatında ən böyük üstünlüklərindən olmuşdur. Orta əsrin ikinci yarısında Azərbaycanda sosial bərabərsizlik daha da dərinləşmişdi. Kəndlilər ağır həyat şəraiti keçirir, onların hüquqları tez-tez pozulurdu. Bir çox hallarda insanlar məhkəmələrdə ədalət tapa bilmir, məmur özbaşınalığı ilə üzləşirdilər. Belə şəraitdə bəzi cəsur insanlar silahlı müqavimət yolunu seçirdilər. Qaçaq Kərəmin də bu yolu seçməsində şəxsi səbəblərlə yanaşı, dövrün ictimai-siyasi vəziyyəti mühüm rol oynamışdır. Mənbələrdə göstərilir ki, Kərəmin qaçaq düşməsinə səbəb olan hadisələrdən biri ona və yaxınlarına qarşı edilən haqsızlıq olmuşdur. O, qanunsuzluqla barışmamış, haqqını qanuni yollarla ala bilmədiyi üçün silahlı mübarizə yolunu seçmişdir. Həmin dövrdə belə hallar nadir deyildi. Bir çox qaçaqlar da məhz oxşar səbəblər üzündən dağlara çəkilmiş və zülmə qarşı mübarizə aparmağa başlamışdılar. Qaçaq Kərəm dağlıq əraziləri çox yaxşı tanıyırdı. O, öz dəstəsi ilə birlikdə çətin keçilən yerlərdə məskunlaşır, təhlükə zamanı istiqamətini sürətlə dəyişərək təqiblərdən yayınmağı bacarırdı. Bu bacarıq ona uzun müddət fəaliyyət göstərməyə imkan vermişdi. Xalq arasında onun çevikliyi və uzaq görənliyi haqqında çoxlu rəvayətlər yaranmışdır. Qaçaq Kərəm tək başına fəaliyyət göstərmirdi. Onun ətrafında etibar etdiyi silahdaşları vardı. Dəstəyə qəbul edilən şəxslər cəsarətli, etibarlı və vicdanlı olmalı idilər. Dəstə üzvləri arasında qarşılıqlı hörmət və sədaqət əsas prinsiplər hesab olunurdu. Xəyanət isə bağışlanmayan əməl sayılırdı. Xalq arasında dolaşan rəvayətlərdə Qaçaq Kərəmin kasıb ailələrə kömək etməsi, ehtiyac içində yaşayan insanlara dəstək göstərməsi xüsusi vurğulanır. Deyilənlərə görə, o haqsız yollarla əldə edilmiş var dövləti sahiblərindən alaraq ehtiyacı olan insanlara paylayırdı. Bu səbəbdən sadə insanlar onu öz himayəçiləri kimi qəbul edir, gizləndirir, qoruyur və lazım gəldikdə ona xəbər çatdırırdılar. Qaçaq Kərəmin xarakterində diqqət çəkən əsas cəhətlərdən biri verdiyi sözə sadiq qalması idi. O, dostluğa böyük dəyər verir, silahdaşlarını çətin vəziyyətdə tək qoymurdu. Düşmənləri belə onun cəsarətini və qətiyyətini etiraf edirdilər. Bu xüsusiyyətlər onun nüfuzunun daha da artmasına səbəb olmuşdu. Qaçaq Kərəmin həyat yolu göstərir ki, o, şəxsi mənafeyi üçün deyil, ədalət uğrunda mübarizə aparan insanlar sırasında olmuşdur. Məhz buna görə xalq yaddaşında onun adı qorxu ilə deyil, hörmət və ehtiramla xatırlanmışdır. Aradan uzun illər keçməsinə baxmayaraq, Qaçaq Kərəm haqqında söylənilən xatirələr, rəvayətlər və dastanlar onun xalqın mənəvi yaddaşında yaşayan qəhrəmanlardan biri olduğunu sübut edir. Harder 3. Qaçaq Kərəmin yaşadığı dövrün ictimai-siyasi şəraiti. Qaçaq Kərəmin yaşadığı dövr Azərbaycan tarixinin mürəkkəb və ziddiyyətli mərhələlərindən biri idi. Oxt əsrdə Azərbaycan torpaqları Rusiya imperiyasının hakimiyyəti altında idarə olunurdu. Yeni inzibati idarə etmə sistemi tətbiq edilmiş, əhalinin həyatında mühüm dəyişikliklər baş vermişdi. Bu dəyişikliklər bəzi sahələrdə müəyyən yeniliklər gətirsə də, kənd əhalisinin böyük hissəsi üçün ağır sosial və iqtisadi problemlər yaratmışdı. Həmin dövrdə kəndlilər əsasən əkinçilik və maldarlıqla məşğul olurdular. Onların zəhməti hesabına istehsal olunan məhsulun mühüm hissəsi müxtəlif vergilər və mükəlləfiyyətlər şəklində alınırdı. Torpaq sahibləri və yerli məmurlar bəzən öz səlahiyyətlərindən sui-istifadə edir, sadə insanların hüquqlarını pozurdular. Bu vəziyyət kəndlilər arasında narazılığı getdikcə artırırdı.
Çar hakimiyyəti bölgələrdə asayişi qorumaq məqsədilə hərbi dəstələr yerləşdirirdi. Lakin bəzi hallarda bu dəstələrin fəaliyyəti əhali ilə qarşıdurmalara səbəb olurdu. Kəndlilər öz problemlərini həll etməkdə çətinlik çəkir, məhkəmələrdə ədalət tapa bilmirdilər. Belə şəraitdə haqsızlığa məruz qalan insanların bir hissəsi silahlı müqavimət yolunu seçirdi. Məhz bu dövrdə Azərbaycanın müxtəlif bölgələrində qaçaq hərəkatı geniş yayılmışdı. Qaçaqlar əsasən şəxsi mənfəət üçün deyil, zülmə və haqsızlığa qarşı çıxan insanlar kimi tanınırdılar. Onlar özlərini xalqın müdafiəçisi hesab edir, imkan daxilində kasıb ailələrə kömək göstərirdilər. Xalq arasında onların haqqında yaranan rəvayətlər də bu baxışın formalaşmasına təsir etmişdir. Qaçaq Kərəm də həmin ictimai şəraitdə fəaliyyət göstərən tanınmış qaçaqlardan biri idi. O, dövrün ədalətsiz idarəçiliyinə qarşı çıxır, sadə insanların hüquqlarını müdafiə etməyə çalışırdı. Onun fəaliyyəti yalnız silahlı mübarizə ilə məhdudlaşmırdı. Qaçaq Kərəm həm də xalqın mənəvi dayağı hesab edilir, çətin vəziyyətdə olan insanlara kömək göstərməsi ilə tanınırdı. 30-cu əsrdə Azərbaycan kəndlərində savadlı insanların sayı az idi. Əhalinin böyük hissəsi xəbərləri aşıqlardan, el ağsaqqallarından və səyyahlardan öyrənirdi. Aşıqlar təkcə musiqi ifaçısı deyil, həm də xalq arasında məlumat yayan, tarixi hadisələri yaddaşda saxlayan sənətkarlar idilər. Onlar qaçaqlar haqqında qoşmalar söyləyir, onların igidliyini tərənnüm edir, xalqın azadlıq arzularını ifadə edirdilər. Bu səbəbdən Qaçaq Kərəmin adı da qısa müddətdə geniş yayılmışdı. Həmin dövrdə dağlıq və meşəlik ərazilər qaçaqlar üçün sığınacaq rolunu oynayırdı. Onlar bu əraziləri yaxşı tanıdıqları üçün təqiblərdən yayınmağı bacarırdılar. Yerli əhali də çox vaxt onları gizlədir, ərzaq və məlumatla təmin edirdi. Bu dəstək olmadan qaçaq dəstələrinin uzun müddət fəaliyyət göstərməsi mümkün olmazdı. Qaçaq hərəkatının meydana gəlməsinə təsir edən amillərdən biri də sosial bərabərsizliyin dərinləşməsi idi. Varlı və kasıb təbəqə arasında fərq getdikcə artır, sadə insanların yaşayışı daha da ağırlaşırdı. Belə vəziyyət xalqın narazılığını gücləndirir və etiraz hərəkatlarını genişləndirirdi. Qaçaq Kərəm kimi şəxslər də məhz bu narazılığın simvoluna çevrilmişdilər. Qaçaq Kərəm haqqında danışılan rəvayətlərdə onun heç vaxt günahsız insanlara qarşı zorakılıq etmədiyi vurğulanır. Əksinə o, haqsızlıq edən şəxslərə qarşı çıxır, zəifləri müdafiə edir və vicdanlı davranışı ilə seçilirdi. Xalqın ona rəğbət bəsləməsinin əsas səbəblərindən biri də məhz bu xüsusiyyətlər idi. Qaçaq hərəkatı Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizə tarixinin mühüm səhifələrindən biridir. Bu hərəkatın tanınmış nümayəndələri sırasında Qaçaq Kərəmin də xüsusi yeri vardır. Onun həyatı və fəaliyyəti göstərir ki, xalqın dəstəyi olmadan heç bir müqavimət hərəkatı uzun ömürlü ola bilməz. Xalqın etimadı isə yalnız dürüstlük, cəsarət və ədalət prinsiplərinə sadiq qalan insanlara nəsib olur. Beləliklə, Qaçaq Kərəmin yaşadığı ictimai-siyasi mühit onun həyat yolunun formalaşmasına birbaşa təsir göstərmişdir. Dövrün ağır şəraiti, haqsızlıqlar və sosial bərabərsizlik onun mübarizə yolunu seçməsinə səbəb olmuş. Son nəticədə onu Azərbaycan tarixində xalq qəhrəmanı kimi tanınan simalardan birinə çevirmişdir. Qaçaq Kərəmin gənclik illəri və şəxsiyyətinin formalaşması. Qaçaq Kərəmin gənclik illəri onun xarakterinin, dünya görüşünün və gələcək həyat yolunun formalaşdığı mühüm dövr olmuşdur. Uşaqlıq və yeniyetməlik çağlarında gördüyü hadisələr, yaşadığı mühit və qarşılaşdığı çətinliklər onun şəxsiyyətinə dərin təsir göstərmişdir. Həmin dövrdə kənd həyatının ağır zəhməti, insanların üzləşdiyi sosial ədalətsizlik və yoxsulluq, Kərəmin həyata baxışını müəyyənləşdirən əsas amillərdən olmuşdur. Kərəm kiçik yaşlarından əməksevərliyi ilə seçilirdi. O, ailəsinin təsərrüfat işlərində yaxından iştirak edir. Əkinçilik və maldarlıqla bağlı gündəlik işlərdə böyüklərə kömək göstərirdi. Bu zəhmət onun həm fiziki cəhətdən möhkəmlənməsinə, həm də məsuliyyət hissinin formalaşmasına səbəb olmuşdu. El arasında zəhmətkeş insanlara böyük hörmət göstərildiyi üçün Kərəm də gənc yaşlarından etibar qazanmağa başlamışdı.
Kənd mühitində böyüyən Kərəm təbiətlə sıx bağlı idi. Dağlar, meşələr, çaylar və yaylaqlar onun gündəlik həyatının ayrılmaz hissəsini təşkil edirdi. O dağ yollarını, keçidləri və gizli cığırları yaxşı tanıyırdı. Sonralar qaçaq həyatı yaşadığı dövrdə bu biliklər ona mühüm üstünlük qazandırmışdı. Təbiəti yaxından tanıması təhlükəli vəziyyətlərdə düzgün qərar verməsinə kömək edirdi. Gənclik illərində Kərəm at sürməyi, silah işlətməyi və özünü müdafiə etməyi öyrənmişdi. O dövrdə kənd yerlərində bu bacarıqlar həyati əhəmiyyət daşıyırdı. Çətin səfərlər, uzun yollar və təhlükəli vəziyyətlər insanlardan həm fiziki hazırlıq, həm də cəsarət tələb edirdi. Kərəm bu xüsusiyyətləri sayəsində yaşıdları arasında seçilən gənclərdən biri olmuşdu. Onun xarakterində ən mühüm cəhətlərdən biri ədalət hissi idi. Kərəm haqsızlıq gördükdə buna laqeyd qala bilmirdi. Kasıb ailələrin sıxıntıları, hüquqsuz insanların üzləşdiyi çətinliklər və məmur özbaşınalığı onda etiraz hissi oyadırdı. O, insanlara qarşı vicdanlı davranmağın, zəifləri müdafiə etməyin və haqqı qorumağın hər bir şəxsin borcu olduğuna inanırdı. Xalq arasında söylənilən rəvayətlərdə qeyd edilir ki, Kərəm gənclik illərində də verdiyi sözə həmişə əməl edərdi. O dostluğa və sədaqətə böyük qiymət verir, etibarını qazandığı insanları heç vaxt yarı yolda qoymazdı. Bu xüsusiyyət sonralar onun ətrafında etibarlı silahdaşların toplanmasına da şərait yaratmışdı. Qaçaq Kərəm həm də təmkinli və düşünülmüş qərarlar qəbul etməsi ilə tanınırdı. O, tələsik addımlar atmağı sevmir, hər bir hadisəni diqqətlə qiymətləndirirdi. Qarşılaşdığı problemləri ağılla həll etməyə çalışır. Yalnız başqa çıxış yolu qalmadıqda silahlı mübarizəyə əl atırdı. Bu xüsusiyyət onun rəhbərlik qabiliyyətini daha da gücləndirirdi. Kərəmin şəxsiyyətinin formalaşmasına, ailəsinin və yaşadığı el mühitinin də böyük təsiri olmuşdur. Ağsaqqalların nəsihətləri, xalq arasında dolaşan qəhrəmanlıq dastanları, aşıqların söylədiyi qoşmalar və el arasında hökm sürən mənəvi dəyərlər onun dünya görüşünü zənginləşdirmişdi. O, mərdlik, namus, vicdan və sədaqət kimi keyfiyyətləri həyatının əsas prinsiplərinə çevirmişdi. Gənclik illərində qazandığı nüfuz sonralar daha da artmışdı. İnsanlar onu təkcə güclü və cəsur bir gənc kimi deyil, həm də sözünün sahibi olan, ehtiyac içində yaşayanlara kömək edən və haqsızlığa dözməyən bir şəxs kimi tanıyırdılar. Məhz bu xüsusiyyətlər xalqın ona olan hörmətini gündən-günə artırmışdı. Qaçaq Kərəmin şəxsiyyətinin formalaşması təsadüfi deyildi. O, yaşadığı dövrün çətinliklərini öz həyatında hiss etmiş, gördüyü haqsızlıqlardan nəticə çıxarmış və həyatını ədalət uğrunda mübarizəyə həsr etmişdi. Onun xarakterində cəsarət, uzaq görənlik, mərhəmət, dözümlülük və qətiyyət bir-birini tamamlayırdı. Beləliklə, Qaçaq Kərəmin gənclik illəri gələcək taleyinin əsasını təşkil etmişdi. Həmin dövrdə qazandığı həyat təcrübəsi, mənəvi dəyərlər və fiziki hazırlıq onu sonralar xalqın etimadını qazanan, haqsızlığa qarşı mübarizə aparan və Azərbaycan tarixində silinməz iz qoyan qəhrəmanlardan birinə çevirmişdir. Nömrə 5. Qaçaq Kərəmin qaçaq düşməsinin səbəbləri. Qaçaq Kərəmin həyatında dönüş nöqtəsi onun qaçaq düşməsi olmuşdur. Bu hadisə təsadüfi baş verməmiş, dövrün ictimai-siyasi vəziyyəti, insanların üzləşdiyi haqsızlıqlar və şəxsi həyatında baş verən hadisələrin təsiri nəticəsində meydana gəlmişdir. Oktoz əsrdə Azərbaycanda hökm sürən ağır şərait bir çox insanı etiraz yolunu seçməyə vadar etmişdi. Qaçaq Kərəm də həmin insanların sırasında yer almışdır. O dövrdə kəndlilər müxtəlif vergilər ödəməyə məcbur edilir, torpaq mübahisələrində çox vaxt haqsızlığa məruz qalırdılar. Yerli idarəçilər və bəzi məmurlar öz vəzifələrindən sui-istifadə edir, sadə insanların hüquqlarını pozurdular. Belə hallarda ədalətə nail olmaq olduqca çətin idi. Məhkəmələrin qərarları da hər zaman xalqın xeyrinə olmurdu. Nəticədə insanların dövlət orqanlarına inamı azalırdı. Rəvayətlərə görə, Qaçaq Kərəm də öz həyatında belə haqsızlıqlarla qarşılaşmışdır. Müxtəlif mənbələrdə hadisənin təfərrüatları fərqli təqdim olunsa da, onların ümumi məzmunu göstərir ki, Kərəm qanunsuzluq və zorakılıqla barışmamışdır. O, hüququnu qanuni yollarla bərpa edə bilmədikdə,
silahlı müqavimət yolunu seçmişdir. Qaçaq düşmək həmin dövrdə asan qərar değildi. Bu addımı atan şəxs doğma yurdunu, ailəsini və əvvəlki həyatını təhlükə qarşısında qoyurdu. O daim təqib olunur, gizli yaşamağa məcbur qalırdı. Buna baxmayaraq, bəzi insanlar üçün şərəf və ləyaqəti qorumaq rahat həyatdan daha üstün idi. Qaçaq Kərəm də məhz belə düşünən insanlardan olmuşdur. Qaçaq Kərəmin mübarizəsinin əsas məqsədi şəxsi var-dövlət toplamaq değildi. Xalq arasında yayılan rəvayətlərdə onun kasıb insanlara kömək etməsi, haqsız qazanc əldə edən şəxslərə qarşı çıxması və zülmə etiraz etməsi xüsusi qeyd edilir. Bu xüsusiyyət onu adi silahlı dəstə başçısından fərqləndirirdi. Kərəm dağlara çəkildikdən sonra tək fəaliyyət göstərməmişdir. Onun ətrafına eyni düşüncəni bölüşən, haqsızlığa qarşı çıxan insanlar toplaşmışdılar. Onlar birlikdə hərəkət edir, təhlükəli vəziyyətlərdə bir-birinə dayaq olur, qarşılıqlı etimada əsaslanan münasibətlər qururdular. Dəstənin əsas gücü də məhz bu birlik və sədaqət idi. Qaçaq Kərəmin fəaliyyətində diqqət çəkən cəhətlərdən biri də xalqla sıx əlaqə saxlaması idi. Kəndlilər ona sığınacaq verir, lazım olduqda ərzaq və məlumatla kömək edirdilər. Bunun müqabilində Kərəm də onların təhlükəsizliyini qorumağa çalışır, haqsızlıq edən şəxslərə qarşı tədbirlər görürdü. Xalqın bu dəstəyi onun uzun müddət mübarizəsini davam etdirməsinə imkan yaratmışdı. Qaçaq Kərəmin qaçaq düşməsi təkcə şəxsi taleyini deyil, onun xalq arasındakı mövqeyini də dəyişdirdi. O zaman keçdikcə sadə bir kənd gəncindən el qəhrəmanına çevrildi. Onun haqqında söylənilən rəvayətlərdə cəsarətlik, sədaqət və ədalət əsas mövzular kimi ön plana çıxırdı. Bu rəvayətlər nəsildən nəslə ötürülərək xalq yaddaşında yaşayırdı. Tarix göstərir ki, qaçaq hərəkatının meydana gəlməsinin əsas səbəbi insanların azadlıq və ədalət arzusu olmuşdur. Qaçaq Kərəm də bu hərəkatın ən tanınmış nümayəndələrindən biri kimi haqsızlığa qarşı mübarizənin simvoluna çevrilmişdir. O, çətin və təhlükəli həyat seçsə də, öz prinsiplərindən geri çəkilməmiş, haqq bildiyi yoldan dönməmişdir. Beləliklə, Qaçaq Kərəmin qaçaq düşməsi şəxsi maraqlardan deyil, yaşadığı dövrün sosial ədalətsizliyindən, hüquqsuzluqdan və xalqın ağır vəziyyətindən qaynaqlanmışdır. Məhz buna görə onun adı Azərbaycan tarixində qorxu ilə deyil, cəsarət, vicdan və ədalət uğrunda mübarizə anlayışları ilə birlikdə xatırlanır. Altı. Qaçaq Kərəmin mübarizə yolu. Qaçaq Kərəmin qaçaq həyatı başladıqdan sonra onun mübarizə yolu daha da genişlənmiş və adı Azərbaycanın müxtəlif bölgələrində tanınmağa başlamışdır. O fəaliyyətini şəxsi mənafeyə deyil, haqsızlığa qarşı mübarizəyə əsaslandırmış, xalqın hüquqlarını müdafiə etməyi özünün əsas məqsədi hesab etmişdir. Bu səbəbdən də sadə insanlar arasında ona qarşı böyük hörmət və rəğbət yaranmışdı. Qaçaq Kərəm mübarizə apararkən hər bir addımını əvvəlcədən düşünməyə çalışırdı. O, açıq qarşıdurmalardan daha çox düzgün planlaşdırılmış hərəkətlərə üstünlük verirdi. Dağların, meşələrin və çətin keçilən yolların xüsusiyyətlərini yaxşı bildiyi üçün təhlükəli vəziyyətlərdən məharətlə çıxmağı bacarırdı. Bu bacarıq ona uzun müddət təqiblərdən yayınmağa imkan vermişdi. Onun rəhbərlik etdiyi dəstə nizam-intizamı ilə seçilirdi. Dəstəyə hər kəs qəbul edilmirdi. Qaçaq Kərəm yalnız etibarlı, cəsur və sözünün sahibi olan insanlara güvənirdi. Dəstə üzvləri arasında qarşılıqlı hörmət, sədaqət və intizam əsas prinsiplər hesab olunurdu. Xəyanət və yalançılıq isə ən ağır günah sayılırdı. Qaçaq Kərəmin fəaliyyətində xalqın dəstəyi mühüm rol oynayırdı. Kəndlilər onun harada olduğunu gizli saxlayır, təhlükə barədə əvvəlcədən xəbər verir, ehtiyac yarandıqda ərzaq və digər zəruri vasitələrlə kömək edirdilər. Bunun qarşılığında Qaçaq Kərəm də kənd əhalisini qorumağa çalışır, onların hüquqlarının tapdalanmasına imkan verməməyə səy göstərirdi. Rəvayətlərdə qeyd olunur ki, Qaçaq Kərəm imkanlı və zülmkar şəxslərin haqsız yolla topladığı sərvətə qarşı çıxırdı. O, əldə etdiyi qənimətin bir hissəsini ehtiyac içində yaşayan ailələrə paylayırdı. Məhz buna görə kasıb insanlar onu öz himayəçiləri hesab edir, fəaliyyətini dəstəkləyirdilər. Bu xüsusiyyət xalq arasında onun haqqında müsbət rəyin formalaşmasına səbəb olmuşdu.
Qaçaq Kərəm silahlı mübarizədə cəsarətli olmaqla yanaşı, mərhəmətli davranışı ilə də seçilirdi. Xalq rəvayətlərində onun günahsız insanlara toxunmadığı, qadınlara, uşaqlara və qocalara hörmətlə yanaşdığı xüsusi vurğulanır. O, mübarizəsini yalnız haqsızlıq edən şəxslərə qarşı aparırdı. Bu davranış xalqın mənəvi dəyərlərinə uyğun hesab edilirdi. Qaçaq Kərəm qarşılaşdığı çətinliklərə baxmayaraq ruhdan düşmürdü. Daim təqib olunmasına, təhlükəli şəraitdə yaşamasına və ağır həyat sürməsinə baxmayaraq öz mübarizəsini davam etdirirdi. Onun dözümlülüyü və iradəsi silahdaşları üçün nümunə hesab olunurdu. Çətin anlarda belə sakitliyini qoruması onun rəhbərlik qabiliyyətini daha da gücləndirirdi. Qaçaq Kərəmin adı zaman keçdikcə daha geniş ərazilərdə tanınmağa başlamışdı. Onun haqqında söylənilən xəbərlər bir kənddən digərinə yayılır, aşıqlar onun igidliyini tərənnüm edən şeirlər söyləyirdilər. Beləliklə, Qaçaq Kərəm təkcə bir bölgənin deyil, bütövlükdə Azərbaycanın tanınmış xalq qəhrəmanlarından birinə çevrilirdi. Onun mübarizə yolu təkcə silahla aparılan mübarizə deyildi. Qaçaq Kərəm davranışı, ədalətli münasibəti və verdiyi sözə sadiqliyi ilə də insanların rəğbətini qazanmışdı. O, insanlara göstərirdi ki, güc yalnız silahda deyil, vicdanda, dürüstlükdə və haqqın müdafiəsindədir. Bu fikir onun haqqında yaranmış rəvayətlərin əsas ideyalarından birini təşkil edir. Qaçaq Kərəm üçün azadlıq həyatın ən böyük dəyərlərindən biri idi. O, insanın ləyaqətinin hər cür maddi sərvətdən üstün olduğuna inanırdı. Buna görə də təhlükəli və ağır həyat tərzi keçirməsinə baxmayaraq, seçdiyi yoldan geri çəkilməmişdi. Onun üçün vicdanla yaşamaq rahat həyatdan daha qiymətli idi. Qaçaq Kərəmin mübarizəsi təkcə yaşadığı dövr üçün deyil, sonraki nəsillər üçün də nümunə olmuşdur. Onun adı xalq arasında cəsarət, mərdlik, vətən sevgisi və ədalət anlayışları ilə birlikdə çəkilmiş, haqqında yaranan rəvayətlər və dastanlar uzun illər boyu yaşadılmışdır. Bu gün də Qaçaq Kərəmin mübarizə yolu Azərbaycan xalqının azadlıq və haqq uğrunda apardığı mübarizənin parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Qaçaq Kərəmin silahdaşları və xalqla münasibətləri. Qaçaq Kərəmin mübarizə yolunda onunla birlikdə hərəkət edən silahdaşlarının mühüm rolu olmuşdur. Çətin dağ yollarında, təhlükəli qarşıdurmalarda və uzun sürən təqiblər zamanı etibarlı yoldaşlara sahib olmaq qaçaq dəstəsinin uğur qazanmasının əsas şərtlərindən biri idi. Qaçaq Kərəm bu həqiqəti yaxşı bildiyi üçün ətrafına yalnız güvəndiyi, mərdliyi və sədaqəti ilə seçilən insanları toplayırdı. Silahdaşların seçilməsi təsadüfi olmurdu. Dəstəyə qəbul edilən şəxslər ilk növbədə dürüstlük, cəsarət və məsuliyyət kimi keyfiyyətlərə malik olmalı idilər. Qaçaq Kərəm hesab edirdi ki, silahlı mübarizədə ən böyük təhlükə düşməndən deyil, etibarsız yoldaşdan gələ bilər. Buna görə də o hər bir silahdaşını uzun müddət müşahidə edir, xarakterini öyrənir və yalnız bundan sonra ona tam etibar göstərirdi. Dəstə üzvləri arasında ciddi intizam mövcud idi. Hər kəs öz vəzifəsini bilir, rəhbərin göstərişlərinə əməl edir və ümumi məqsəddən kənara çıxmırdı. Mübahisələr qarşılıqlı hörmət əsasında həll edilir, şəxsi maraqlar ümumi mənafedən üstün tutulmurdu. Bu birlik Qaçaq Kərəmin dəstəsini digər silahlı qruplardan fərqləndirən əsas xüsusiyyətlərdən biri hesab edilirdi. Qaçaq Kərəm silahdaşlarına yalnız döyüş yoldaşı kimi deyil, həm də ailə üzvü kimi yanaşırdı. Çətin vəziyyətə düşən hər bir dəstə üzvünə kömək edir, xəstələnən və ya yaralanan yoldaşını tək qoymurdu. Onun bu münasibəti silahdaşları arasında güclü etimad yaradırdı. Məhz buna görə də dəstə üzvləri sonadək ona sadiq qalmağa çalışırdılar. Qaçaq Kərəmin fəaliyyətində xalqla münasibətlər xüsusi yer tuturdu. O, sadə insanlarla daim əlaqə saxlayır, onların problemlərini dinləyir və imkan daxilində kömək göstərirdi. Kəndlilər də ona böyük hörmət bəsləyir, təhlükə zamanı gizlənməsinə şərait yaradır, ərzaq və digər zəruri ehtiyaclarını ödəməyə çalışırdılar. Bu qarşılıqlı etimad uzun illər davam etmişdi. Xalq arasında Qaçaq Kərəm haqqında yaranmış rəvayətlərdə onun qapısını döyən heç kəsi ümidsiz geri qaytarmadığı bildirilir. İmkanı daxilində ehtiyac içində olan ailələrə yardım göstərir, zülmə məruz qalan insanları müdafiə edir
və haqsızlıq edənlərə qarşı mübarizə aparırdı. Bu xüsusiyyətlər onun nüfuzunu daha da artırmışdı. Kənd ağsaqqalları da qaçaq Kərəmə hörmətlə yanaşırdılar. Onlar onun mərdliyini, sözünün bütövlüyünü və ədalətli davranışını yüksək qiymətləndirirdilər. Bəzi hallarda ağsaqqallar münaqişələrin dinc yolla həll olunmasına çalışır. Qaçaq Kərəm də onların sözünə hörmətlə yanaşırdı. Bu münasibət onun təkcə döyüşçü deyil, həm də el adətlərinə nə bağlı bir insan olduğunu göstərirdi. Qaçaq Kərəm uşaqlara və gənclərə xüsusi qayğı ilə yanaşırdı. Rəvayətlərdə qeyd olunur ki, o gənclərə həmişə doğru yol seçməyi, zəhmətkeş olmağı, böyüklərə hörmət etməyi və vətəni sevməyi tövsiyə edirdi. Onun fikrincə, cəmiyyətin gələcəyi məhz sağlam düşüncəli və vicdanlı gənclərin əlində idi. Qadınlara qarşı hörmətli münasibət də Qaçaq Kərəmin xarakterinin mühüm cəhətlərindən biri hesab olunurdu. Xalq arasında yayılan rəvayətlərdə onun qadınların namusuna və ləyaqətinə toxunmağı ən ağır əməllərdən biri hesab etdiyi bildirilir. Bu xüsusiyyət Azərbaycan xalqının qədim mənəvi dəyərləri ilə üst-üstə düşürdü. Qaçaq Kərəm heç vaxt xalqdan uzaq düşməmişdi. O, özünü sadə insanların bir hissəsi hesab edir. Onların sevincinə sevinir, dərdinə şərik olurdu. Elə buna görə də xalq onu yalnız silahlı mübarizə aparan bir şəxs kimi deyil, öz içərisindən çıxmış, onların haqqını qoruyan mərd insan kimi qəbul edirdi. Beləliklə, Qaçaq Kərəmin uğurlarının əsas səbəblərindən biri onun silahdaşları ilə qurduğu etibarlı münasibətlər və xalqın qazandığı sonsuz etimad idi. Məhz bu birlik, qarşılıqlı hörmət və sədaqət onun adını xalq yaddaşında yaşatmış, onu Azərbaycan tarixində ən çox ehtiram göstərilən xalq qəhrəmanlarından birinə çevirmişdi. Qaçaq Kərəmin xarakteri və mənəvi keyfiyyətləri. Qaçaq Kərəmin xalq arasında böyük hörmət qazanmasının əsas səbəblərindən biri onun malik olduğu yüksək mənəvi keyfiyyətlər idi. O təkcə cəsur döyüşçü kimi deyil, həm də dürüst, ədalətli, mərd və sözünün sahibi olan bir insan kimi tanınırdı. Onun haqqında danışılan rəvayət və xatirələrdə bu xüsusiyyətlər xüsusi vurğulanır. Qaçaq Kərəmin xarakterində ən mühüm cəhətlərdən biri ədalət hissi idi. O, insanların hüquqlarının pozulmasına biganə qalmır, haqsızlıq gördüyü yerdə etiraz edirdi. Onun fikrincə, insanın varlı və ya kasıb olması deyil, vicdanlı və namuslu yaşaması əsas meyar idi. Buna görə də o, ehtiyac içində yaşayan insanlara xüsusi qayğı göstərməyə çalışırdı. Mərdlik Qaçaq Kərəmin şəxsiyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri hesab olunurdu. O, təhlükə qarşısında geri çəkilmir, çətin vəziyyətlərdə soyuqqanlılığını qoruyurdu. Silahdaşları onun cəsarətinə güvənir, ən ağır məqamlarda belə onun düzgün qərar verəcəyinə inanırdılar. Bu inam dəstənin birliyini və dözümlülüyünü daha da möhkəmləndirirdi. Qaçaq Kərəm verdiyi sözə son dərəcə sadiq idi. O, bir dəfə vəd etdiyi işi yerinə yetirməyi özünə mənəvi borc hesab edirdi. El arasında kişinin Qaçaq Kərəmin xarakteri və mənəvi keyfiyyətləri. Qaçaq Kərəmin xalq arasında böyük hörmət qazanmasının əsas səbəblərindən biri onun malik olduğu yüksək mənəvi keyfiyyətlər idi. O təkcə cəsur döyüşçü kimi deyil, həm də dürüst, ədalətli, mərd və sözünün sahibi olan bir insan kimi tanınırdı. Onun haqqında danışılan rəvayət və xatirələrdə bu xüsusiyyətlər xüsusi vurğulanır. Qaçaq Kərəmin xarakterində ən mühüm cəhətlərdən biri ədalət hissi idi. O, insanların hüquqlarının pozulmasına biganə qalmır, haqsızlıq gördüyü yerdə etiraz edirdi. Onun fikrincə, insanın varlı və ya kasıb olması deyil, vicdanlı və namuslu yaşaması əsas meyar idi. Buna görə də o, ehtiyac içində yaşayan insanlara xüsusi qayğı göstərməyə çalışırdı. Mərdlik Qaçaq Kərəmin şəxsiyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri hesab olunurdu. O, təhlükə qarşısında geri çəkilmir, çətin vəziyyətlərdə soyuqqanlılığını qoruyurdu. Silahdaşları onun cəsarətinə güvənir, ən ağır məqamlarda belə onun düzgün qərar verəcəyinə inanırdılar. Bu inam dəstənin birliyini və dözümlülüyünü daha da möhkəmləndirirdi. Qaçaq Kərəm verdiyi sözə son dərəcə sadiq idi. O, bir dəfə vəd etdiyi işi yerinə yetirməyi özünə mənəvi borc hesab edirdi. El arasında kişinin
Haqq 9. Qaçaq Kərəmin Çar hakimiyyəti ilə mübarizəsi. Qaçaq Kərəmin həyatının əsas istiqamətlərindən biri Çar hakimiyyətinin yeritdiyi siyasətə və yerli idarəçilərin öz başınalığına qarşı apardığı mübarizə olmuşdur. Oxki əsrdə Azərbaycan Rusiya imperiyasının tərkibində idi və bölgələrdə Çar hakimiyyətinin qanunları tətbiq edilirdi. Bu qanunların icrası zamanı bir çox hallarda yerli əhalinin hüquqları pozulur, kəndlilər ağır vergilər ödəməyə məcbur edilir, haqsızlıqlar geniş yayılırdı. Belə bir şəraitdə Qaçaq Kərəm kimi insanlar xalqın haqqını müdafiə etməyə çalışırdılar. Çar hakimiyyəti qaçaq dəstələrini təhlükəli hesab edir və onların fəaliyyətini dayandırmaq üçün müxtəlif tədbirlər həyata keçirirdi. Silahlı dəstələr göndərilir, yollar nəzarət altına alınır, kəndlərdə axtarışlar aparılırdı. Qaçaq Kərəm isə dağlıq əraziləri yaxşı tanıdığı və xalqın dəstəyinə arxalandığı üçün bu təqiblərdən uzun müddət yayına bilirdi. Hakimiyyət nümayəndələri Qaçaq Kərəmi yaxalamaq üçün müxtəlif üsullardan istifadə edirdilər. Onun gizləndiyi yerləri öyrənməyə çalışır, məlumat verən şəxslərə mükafat vədir. Bəzi hallarda isə kəndlilərə təzyiq göstərirdilər. Lakin sadə insanlar çox vaxt Qaçaq Kərəmin yerini bildirmir, əksinə onu təhlükədən xəbərdar edirdilər. Bu xalqın ona olan etimadının və sevgisinin göstəricisi idi. Qaçaq Kərəm açıq döyüşlərdə ehtiyatlı davranırdı. O, say üstünlüyünə malik hərbi qüvvələrlə birbaşa qarşı durmaya girməkdənsə, vəziyyəti diqqətlə qiymətləndirir və daha məqsədə uyğun yollar seçirdi. Dağ keçidlərindən, meşələrdən və çətin relyefdən istifadə etməsi ona üstünlük qazandırırdı. Bu taktika sayəsində dəstəsi dəfələrlə təhlükədən xilas ola bilmişdi. Rəvayətlərdə bildirilir ki, Qaçaq Kərəm yalnız özünü müdafiə etmək məqsədilə silaha əl atırdı. O, günahsız insanların zərər görməsinə yol verməməyə çalışır, qarşıdurmalar zamanı ehtiyatlı davranırdı. Onun əsas məqsədi qorxu yaratmaq deyil, haqsızlıq edənləri dayandırmaq idi. Bu xüsusiyyət onu xalqın gözündə daha da ucaldırdı. Çar hakimiyyətinin təqibləri artdıqca Qaçaq Kərəmin həyatı daha da ağırlaşırdı. Daim yerini dəyişmək, gecələri dağlarda keçirmək, ailəsindən və doğmalarından uzaq yaşamaq onun gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Buna baxmayaraq, o seçdiyi yoldan dönməmiş və mübarizəsini davam etdirmişdi. Qaçaq Kərəmin fəaliyyəti təkcə silahlı müqavimətlə məhdudlaşmırdı. O, xalq arasında birlik, həmrəylik və qarşılıqlı yardım hissini gücləndirməyə çalışırdı. İnsanlara bildirirdi ki, haqsızlıq qarşısında susmaq onu daha da gücləndirir. Bu düşüncə xalq arasında geniş yayılmış və onun nüfuzunu artırmışdı. Çar hakimiyyəti üçün Qaçaq Kərəm axtarılan şəxs olsa da, xalq üçün o, ədalətin və mərdliyin rəmzi idi. Bu fərqli baxış onun şəxsiyyətinin tarixdə necə qəbul edildiyini aydın göstərir. Hakimiyyət onu təhlükə hesab etdiyi halda, sadə insanlar onu öz hüquqlarının müdafiəçisi kimi görürdülər. Qaçaq Kərəmin Çar hakimiyyətinə qarşı mübarizəsi sonrakı illərdə də xalq arasında qəhrəmanlıq nümunəsi kimi xatırlanmışdır.